Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rekonstruktiv təkrari rinoplastika əməliyyatı uğurla icra olunub. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb rekonstruktiv təkrari rinoplastika, revizyon rinoplastika əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat Azərbaycan Tibb Universitetinin Qulaq, Burun və Boğaz Xəstəlikləri Kafedrasının assistenti Fəridə Əbilova və kafedranın rezidenti Nərmin Əzizli Aslanlı tərəfindən icra olunub. Rekonstruktiv təkrari rinoplastika daha əvvəl burun əməliyyatı keçirmiş, lakin funksional və ya estetik problemləri davam edən pasientlərdə tətbiq edilən mürəkkəb cərrahi müdaxilədir. Bu əməliyyat zamanı burnun anatomik quruluşu ətraflı qiymətləndirilir. Əvvəlki cərrahi müdaxilənin nəticəsində yaranmış deformasiya və struktur pozğunluqları aradan qaldırılır. Həmçinin burunun tənəffüs funksiyası və estetik görünüşü bərpa edilir. Revizyon rinoplastika ilkin rinoplastikaya nisbətən daha yüksək cərrahi təcrübə və dəqiqlik tələb edir. Əməliyyat zamanı zədələnmiş və ya dəstəyini itirmiş burun strukturunun rekonstruksiyası həyata keçirilir. Zərurət olduqda isə qığırdaq transplantasiyasından istifadə olunur. Məqsəd həm burnun funksional fəaliyyətini yaxşılaşdırmaq, həm də təbii və harmonik estetik nəticə əldə etməkdir. Tədris Cərrahiyyə Klinikasında icra olunan bu cür mürəkkəb rekonstruktiv əməliyyatlar pasientlərə müasir cərrahi yanaşmalar əsasında yüksək ixtisaslı tibbi xidmətin göstərilməsinin ifadəsidir.